Nəzərova Şəhla Kamil qızı 5 iyun 1961-ci il Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olmuşdur. İlk təhsilini doğulduğu qəsəbədə almış və Lənkəran Pedaqoji Kollecində peşə təhsilini davam etdirmişdi. 1982-ci ildən etibarən Ərkivan qəsəbəsində yerləşən 1-ci Qarabağ müharibəsi şəhidi Əlvan Bağırovun adını daşıyan 4 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyətini davam edir. Artıq 43 ildir ki, müəllim kimi çalışır və yetişdirdiyi şagirdlər respublikada müəllim, həkim, hüquqşünas, xeyriyyəçi və digər peşə sahibləri kimi tanınırlar. Şəhla müəllim daim öz üzərində çalışan, yeni biliklərə açıq və müasir tədris metodlarını dərslərində tətbiq edən pedaqoqdur. O yalnız məktəb mühitində deyil, həm də ictimai sahədə fəallığı ilə seçilir. Belə ki, 2017-ci ildə Dilarə Əliyev adına Azərbaycan Qadınlarının Müdafiəsi Cəmiyyətinin Cənub Regional Şöbəsinin könüllüsü kimi erkən nikahlar və qadınlara qarşı zorakılıqla mübarizə aparır, gənc qızlarının maarifləndirilməsi istiqamətində mühüm işlər görür. 2024-cü ildə İSM layihəsində iştirak etmiş və şagirdlərinin məntiqi bacarıqlarının inkişafında qazandığı nailiyyətlərə görə Respublika üzrə ilin müəllimi adı ilə təltif edilmişdir. 3 övladı, 7 nəvəsi var. Çox sevinirəm, qürur hissi keçirdirəm. Təşəkkür edirəm Samir müəllimə və onun komandasına. Əlbəttə bizim üçün çox qürur vericidir bu. İnşallah bunun dalı gəlsin. Yenə də biz bu tədbirdə, bu gözəl tədbirlərdə görüşək. Şagirdlərimə çox böyük təşəkkür edirəm. Mehriban valideyn qrupumuza təşəkkür edirəm. Respublika üzrə ilin müəllimləri və ilin məktəbləri təltif olunub. Artıq 5-ci ildir ki, fəaliyyət göstərən İSM layihəsi ibtidai təhsil sahəsində önəmli uğurlara imza atmaqdadır. Layihənin istiqamətlərindən biri də hər il ən yaxşı ibtidai sinif müəllimlərini və məktəbləri təltif etməkdir. Qaliblər İSM layihəsinin hazırladığı unikal reyting proqramı vasitəsilə şagirdlərin inkişaf göstəricilərinə əsasən müəyyənləşir. Oktyabrın 5-də Müəllimlər Günündə növbəti belə bir tədbir təşkil olunub. Tədbirdə 2024-2025-ci tədris ili üzrə ən yüksək reyting balı toplamış müəllimlərə və məktəb rəhbərlərinə İSM metodikasının müəllifi Samir Vəliyev tərəfindən diplom və xüsusi hazırlanmış kubok təqdim edilib. Təltif olunan müəllimlər İSM metodikasının şagirdlərin inkişafında çox effektiv rol oynadığını və bu metodika vasitəsilə onların potensiallarını daha yaxşı aça bildiklərini vurğulayıblar. Qeyd edək ki, layihəyə qoşulmaq istəyən ibtidai sinif müəllimləri 050 224 1800 nömrəsi ilə əlaqə saxlaya bilərlər.